Hal-hazırda Azərbaycan insanının arıqlamağında qarşısında olan ən böyük bariyerlər nədə görürsünüz? Birincisi, hədəfə çox sürətli bir şəkildə çatmaq istəyi. Bizim səbirsizliyimiz. Təəssüflər olsun ki, insanlar sağlamlıq olaraq düşünmürlər. Bunu biraz bədən forması kimi düşünürlər və bir an öncə o görüntünün itməsini istəyirlər. Buna görə də ən birinci elədikləri yanlışlar, o bayaq ifadə etdiyiniz kimi düşük kalorili, aşağı kalorili diyetlərə müraciət eləmək olur. Hətta biz öz təcrübəmizdə də görürük ki, biz yetərli dolğun bir kalorili diyet verdiyimizdə, pəhriz verdiyimizdə pasiyentlərə, onlar gedirlər evə və çox belə təəccüblənirlər. Deyirlər, bu boyda şey yazmışsınız, biz bunları yeyib qutara bilmirik. Biz elə bilirdik ki, biz diyetaya gələcəyik sizin yanınızda və biz ac qalacağıq. Necə ola bilər, mən bunu yeyə bilmirəm. Heç yağ istifadə etmirlər. Deyirlər ki, mən tamamilə yağsız yedim. Mən heç yağ qatmadım ki. Bir də bunu belə sanki daha yaxşı, digərlərindən daha yaxşı pəhriz edər kimi ifadə edirlər ki, biz bunları onlara deməyimizə baxmayaraq. Mən heç qatmadım, Layıq xanım, biz ora heç qatmadıq yağ, işlətmədim yağı, mən belə yaxşıdır mənim üçün. Ən böyük yanlışlardan biri budur, düşük kalori və yağsız olmaqlarını düşünməkləri. Yəni, arıqlayarkən ilk elədikləri yanlışlar budur. Yəni, ona görə yağsız pəhriz eləmək, mən tamamilə yağı kəsdim, ya da mən vəbşə heç axşam yemirəm, səhər yemirəm, günorta bir tikə bir dəmci bir şey yeyirəm və s. Bunun kimi düşük kalorili, aşağı kalorili diyetlər bizim xalqın özellikle arıqlama yolunda elədikləri ən böyük yanlışlardır.